Qusar rayonunda 55 yaşlı kişi həmkəndlisinə ağır xəsarət yetirməkdə ittiham olunub. Hadisə Qusar rayonunun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İcazəddin Abdullayev kənddə yerləşən bağ sahəsində həmkəndlisi Tofiqlə birlikdə yeyib içən zaman mərhum qardaşı Saliddinin barədə söhbət açdığı üçün ona irad bildirib. Bu zaman Tofiq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyi üçün aralarında mübahisə yaranıb. Həmin vaxt İcazəddin Tofiqin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə yumruq, təpik zərbələri endirib. Həmçinin onu dəmir boru ilə vurub. İcazəddinin Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İcazəddin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisədən bir müddət əvvəl Rusiyadan qayıdıb. Rusiyadan qayıtdıqdan bir neçə gün sonra özümə məxsus olan bağ evinə getdim. Bağda çəpərləri dağılmışdı. Mən hadisə günü gündüz saatlarında çəpərləri düzəltdirmək üçün maşınımla bağa yollandım. Yolda olarkən Tofiqlə rastlaşdım. Tofiq yolun kənarında oturmuşdu. Mən və Tofiq bir-birimizə kənd sakini kimi tanıyırıq. Maşını Tofiqin qarşısında saxlayaraq onunla salamlaşdım. Halının yaxşı olmadığını gördüm, necə olduğunu soruşdum. Tofiq əvvəlki gün axşam çox içdiyini və başının bərk ağrıdığını dedi, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Tofiq ondan hara getdiyini soruşub. Mən bağa getdiyimi dedim. Bağa gedən yolun üstündə market var. Tofiq onu marketə qədər aparmağımı xahiş etdi. Mən də etiraz etmədim. Marketin qarşısına çatanda maşını saxladım. Lakin Tofiq maşından düşmədi və mənimlə birlikdə bağa getdi. Bağda Tofiq çaxır içmək istədiyini dedi. Mən isə çaxır içmədiyimi, bağda araq olduğunu söylədim. Biz əyləşib araq içdik. Araq içə-içə arada işimi də görürdüm. İçki məclisi zamanı hər mövzuda söhbət etdik. Həmin vaxt qonşum Fuad malqaranı örüş sahəsindən gətirirdi. Mən onu da araq içməyə çağırdım. Fuad gəlib bizimlə araq içdi, sonra isə getdi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, Tofiq onu söyüb, nalayiq ifadələr işlədib və vurub. Bizim aramızda mübahisə baş verdi. İkimiz də yerdə kubik daşlarının üstünə yıxıldıq. Mən dəfələrlə Tofiqə dedim ki, sən içkilisən, çıx get buradan. Mən də özüm işimi görüm. Lakin Tofiq getmədi və onu necə gətirmişəmsə, elə də aparmağımı istədi. Mən Tofiqi orada qoyub uzaqlaşdım ki, çıxıb getsin. Lakin kənardan baxanda gördüm ki, o hələ də araq içməyə davam edir. Tofiq bir müddət sonra oranı tərk etdi. Mən isə maşınımda yatdım. Bundan sonra baş verənləri tam xatırlamıram, deyə İcazəddin ifadəsində göstərib. İcazəddinin ifadəsinə görə onun Tofiqlə münasibətləri yaxşı olub. Hadisə vaxtı mən çox da içkili olmamışam, amma Tofiq sərxoş vəziyyətdə idi. Biz 2 nəfər birlikdə 1,5 litr araq içmişik. Tofiqi evinə aparmadığıma görə mübahisə yarandı. Tofiq məni üz nahiyəmdən vurdu, üzüm şişdi, gözümün altında qaraltı yarandı. Mən də Tofiqi bir dəfə yumruqla vurdum. Əgər ona ağır xəsarət yetirmiş olsaydım, oradan qalxıb 3 kilometr yolu gedə bilməzdi, deyə İcazəddin məhkəmədə verdiyi ifadəsində göstərib. İcazəddin ibtidai istintaq zamanı verdiyi ifadəsi isə fərqli danışıb. Həmin gün saat 21 radələrində Tofiq söhbət zamanı mənim mərhum qardaşım Saliddinin
adını çəkdi. Bu mənim xoşuma gəlmədi. Aramızda əvvəlcə sözlü mübahisə yarandı. Bu zaman Fuad çıxaraq öz evinə getdi. Mübahisə zamanı Tofiq mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək onu yumruq təpik zərbələri ilə, həmçinin bağ sahəsində olan dəmir boru ilə vuraraq döydüm. Daha sonra dəmir borunu götürərək oradan uzaqlaşdım. Borunu meşəyə atdım. Gecə saatlarında yenidən bağ sahəsinə qayıtdım və özümə məxsus avtomobildə səhərə qədər yatdım. Səhər yuxudan oyananda Tofiqin orada olmadığını gördüm, sonra evimə getdim. Daha sonra mənə məlum oldu ki, Tofiq baş vermiş mübahisə nəticəsində ağır bədən xəsarətləri alıb və barəmdə polisə müraciət edib, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş Tofiq ifadəsində göstərib ki, hadisə günü həm o, həm də İzacəddin sərxoş vəziyyətdə olublar. Hadisə meşəlik ərazidə yerləşən İzacəddinə məxsus bağda baş verib. Orada araq içmişik, sonra sözümüz düz gəlmədi. Bir-birimizi söydük. İçkili olduğum üçün özümdə olmamışam, deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzacəddin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə davranışa nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulub.